Salam cənab treyderlər və investorlar. İnformasiya və analitik xidmət sizinlədir. Sistem Guru Markets. Korporasiya üçün ümumi məlumatlarla başlayaq. Hər bir parametrə biraz daha ətraflı baxaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Hər bir korporativ göstəricini daha dərindən öyrənə bilərsiniz. İndi biz şirkətin cari fundamental göstəricilərinə baxacağıq. Ford Motor Company, ticker F. Baxış o vaxtki məlumatlar əsasında yaradılmışdır. 20 aprel 2025-ci il. Təsnifatına görə Guru Markets Korporasiya Ford Motor Company alt kateqoriyaya aiddir. Autoprom qiymətləndirmədə 8 təşkilat iştirak edir. Bu təmsil olunmur. Sözü gedən şirkət üçün cəmi 10 baldan 2 bal. Alt kateqoriya üzrə orta nəticə 0,6 bal. Geniş baxsanız, ümumiyyətlə ABŞ bazarında. Qeyd edə bilərik ki, bütövlükdə ABŞ fond bazarı üçün orta xal 1,8 baldır. Şirkət üçün 2 xala qarşı Ford Motor Co. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Ford Motor Company və alt kateqoriyalı paylaşımlar. 12 aydır stokda olduğunu görə bilərik. Ford Motor Co. -19%lik dinamika göstərdi. Alt kateqoriya üçün qiymət dinamikasına qarşı -18%. Bu qəti heç nə demir, lakin bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması Ford Motor Company 38,33 milyard dollar dəyərində qiymətləndirilib. 463 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Ford Motor Company 8,274% paya malikdir və alt kateqoriyada orta ölçülü şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 44,98 milyard dollardır. Alt kateqoriyanın balans kapitallaşması isə 507 milyard dollar təşkil edir. Ford Motor Co. payı 8,868% təşkil edir. Birjanın işğal olunmuş səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Ford Motor Company alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 8,274% təşkil edir. Balans dəyəri 8,868% təşkil edir. Bu, bazar dəyərinin payından 7% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı 1 bal. Təşkilatın borcları 161,616 milyard dollar təşkil edir. Kapitallaşma üzrə borc öhdəlikləri şirkətin kapitalının 359,3%-ni təşkil edir. Şirkətin borcları üzrə nəticə çox pis, -2 bal. Şirkətin səhmlərinin qiymətinin mənfəətinə nisbəti 6,5-dir. Alt kateqoriya üzrə orta göstərici 7,6-dır və bu, alt kateqoriyadan 14% aşağıdır. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin fond bazarı dəyərinin mənfəət göstəricinə görə qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda mənfəət 5,884 milyon dollar olub. Növbəti 12 ay ərzində gələcək mənfəətin 5,253 milyon dollar olacağı gözlənilir. Bu da indikindən 10,7% azdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin gəlir balansına dəyəri 0,2-dir. Alt kateqoriya üzrə orta göstərici 0,5-dir və bu, alt kateqoriyadakı orta göstəricidən 60% aşağıdır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin səhm qiymətinin gəlir göstəricinə qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda gəlir 185,160 milyon dollar olub.
Gələcək 12 ay üçün gələcək gəlirin $165,290 milyon olacağı gözlənilir. İndikindən 11% azdır. Proqnozlaşdırılan gələcək gəlirin göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, dözümlü, 0 bal. Satış marjası 3,2%, alt kateqoriya üzrə orta hesabla 6,1% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 2,9% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi, dözümlü, 0 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 14,686% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 77% çoxdur. Və bu, şirkətin səhm qiymətinin balanssızlığını göstərir. Ford Motor Company daha az qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən bazar kapitalının məbləği $224,000 bərabərdir. Alt kateqoriya üçün isə $397,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 43,6% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının həcminin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin hər bir işçisinə düşən mənfəət $34,400,000. $52,300 alt kateqoriyada orta hesabla. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 34% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, dözümlü, 0 bal. Şirkətin hər bir işçisi üçün satış həcmi $1082,000. Alt kateqoriyaya görə $860,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 26%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən gəlirin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Alt kateqoriya üzrə orta hesabla 1,2% olmaqla satış əməliyyatlarının həcmi 5% təşkil edir. Bu, qısa bir sıxılmanın mümkün riskinin qiymətləndirilməsidir. Göstərici rəası 14 şirkət üçün 50% səviyyəsini göstərir. Ford Motor Company. Alt kateqoriya üçün bu səviyyə təxminən 50% təşkil edir. Orta hesabla alt kateqoriyanın qiymətli kağızları şirkətin səhmləri ilə təxminən eyni qiymətləndirilir. Ford Motor Company. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $9,62. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $9,21. Faktiki qiymətin dinamikası və konsensus proqnozu təxminən 4% təşkil edir. Sizin üçün mövcud olan sifarişlər cədvəlinə baxaq, link bağlanmış şərhdədir. Sifariş cədvəli bu mövsüm əvvəllər səhm qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin səhmlərinin təhlili nəticəsində Ford Motor Company. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets qərar qəbul edilib. Bu video baxış olduğu üçün sifariş açmayın. Sona qədər izlədiyiniz və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets. Siz həqiqətən dünyanın ən gözəl tamaşaçısınız.